Xanımlar, havalar soyub, kimə baxırsan hər kəs öskürür, hər kəs xəstələnib. Faydalı bir video paylaşmaq istəyirəm. Bu çiçəyin adı gül xətmidir. Öskürəyə qarşı çox gözəl faydası var. Yaşlı nəsil nümayəndələri bu çiçəyi yaxşı tanıyar. Kimin ki evində evladı, özü öskürür, fərqi yoxdur. Yumuşam bu arada və mən kəklik otu, qızılgül, bir də mixək də qatacağam dadlı olsun deyə. Öskürəyə qarşı sırf gül xətmi çox faydalıdır. Hər kəsə tövsiyə edirəm.